Geldin çıktın bizim məhəllədə. Abşeron rayonunda abadlıq və quruculuq işləri planlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Masazır kəndi Qara Qarayev küçəsi 70 ünvanında əhəmiyyətli təmir, bərpa və asfaltlanma işləri görülür. Abşeron rayonunda abadlıq quruculuq işlərinə start verilib. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırda Masazır kəndində bir neçə küçənin abadlaşdırılmasına start verilib. Hazırda ərazidə çoxsaylı texnika və canlı qüvvə çalışır. Masazır Bələdiyyəsi tərəfindən aparılan asfaltlanma işləri ilk olaraq Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik leytenant Vüqar Ağayevin valideyninin yaşadığı ünvanda həyata keçirilib. Bu addım şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Həmçinin bu təşəbbüs rayon sakinlərinin rifahının yaxşılaşdırılması və yol infrastrukturunun müasirləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Asfaltlanma işlərinin müasir standartlara uyğun olaraq yerinə yetirilməsi və əraziyə yeni həyat gətirilməsi sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanıb. Rayon rəhbərliyi tərəfindən həyata keçirilən bu layihə bir daha sübut edir ki, Abşeron rayonunda şəhid ailələrinin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Onların rifahı və məişət şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər görülür. Əvvəl çətin idi, bilirəm, gedib gəlmə çətin idi. İndi artıq bu problem öz həllini tapır. Şükür, şükür, çox şükür. Allah kömək olsun. Kimin burada elə başda Abdi müəllim olmaq şərti ilə mənim arzumu yerinə yetirdi. Allah kömək olsun, Allah razı olsun. Çox gözəldir, çox gözəldir. Allah razı olsun. Masazır kəndində həyata keçirilən təmir bərpa işləri həm də rayonun ümumi infrastruktur inkişafı siyasətinin mühüm tərkib hissəsidir. Son illərdə Abşeron rayonunda bir çox küçə və yollar əsaslı şəkildə yenilənib. Abadlaşdırma işləri geniş vüsət alıb. Bu cür layihələr rayon sakinlərinin gündəlik həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, həm də Abşeronun daha gözəl və abad bir məkana çevrilməsinə töhfə verir. Tapşırıq və tövsiyələrə görə deyərdim ki, şəhid Vüqar Ağayevin anasının yaşadığı küçəni asfaltlayırıq. Bu asfaltın mütəmadi olaraq bütün küçələrdə gedəcək, mütəmadi olaraq. Hal-hazırda bura 1500 kvadrat metrə qədər asfalt örtüyü vururuq. Rayon rəhbərliyi şəhid ailələrinin sosial rifahını daha da yaxşılaşdırmaq və onların ehtiyaclarını qarşılamaq üçün gələcəkdə də bu cür layihələrin davamlı olacağını bildirir. Beləliklə, Abşeron rayonunda şəhid ailələrinin xatirəsi daim uca tutulur və onların ailələrinə xüsusi qayğı ilə yanaşılır. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.